Dostlar, salam. Növbəti məntiq testimizi həll edək. Baxırıq ki, bizə 3 sətr, 4 sütundan ibarət cədvəl verilir və cədvəlimizin daxilində müxtəlif ədədlər var. Və biz də bu ədədlər arasında qanunluğu müəyyən edib, x və y-in cəmini tapmalıyıq. İlk öncə birinci sətirdə verilmiş ədədlər arasında qanunluğu müəyyən etməyə çalışaq. Baxırıq ki, birinci sətirdə birinci ədədimiz 9-dur, sonra isə 18. 9-u ya 2-yə vurub 18 almaq olar, ya da ki 9-un üzərinə 9 gəlib 18 edir. Sonra 6 olur. 18-i 3-ə bölüb 6 almaq olur. Sonra isə 12. 6-nı da 2-yə vuranda 12 edir. Deməli biz burada qanunluğunu müəyyən etdik ki, 9-u 2-yə vuracaq 18, 18-i 3-ə böləcək 6, 6-nı 2-yə vuracaq 12. İkinci sətrə bu qanunluğu tətbiq edək. 17-ni 2-yə vuraq 34, düzdür. 34-ü 3-ə böləndə isə 3 vermir. Deməli, bu qanunluq özünü doğrultmadı, amma bunu davam etsək görərik ki, 3-ü də 2-yə vuranda 6 edir. Baxırıq ki, birinci sətirdə də birinci sütunla ikinci sütun, yəni birinci sütunu 2-yə vurub ikinci sütunu almaq olur. Üçüncü ilə dördüncü sütunda isə üçüncü sütunu 2-yə vurub dördüncü sütunu almaq olar. Və bu qanunluq İkinci sətirdə də özünü doğruldur. Yəni ikinci sətrin birinci sütunu 17-ni 2-yə vurub 34 alınır. Və üçüncü sütunun, yəni 3-ü 2-yə vurub 6 alır. Deməli, bizim hər iki sətirdə özünü doğruldan bir qanunluğumuzu tapdıq. Yəni, vuracaq 2-yə, sonra üçüncü sütunu da vuracaq 2-yə. Dördüncü sütunu alacaq. Və bu qanunluğu biz üçüncü sətirə tətbiq edək. Hansı ədədi 2-yə vuranda 13 edər? 6,5-i 2-yə vuranda 13 edir. Və hansı ədədi 2-yə vuranda 42 edir? Deməli, 21-i 2-yə vuranda 42 edir. Və tapdıq ki, x 6,5, y isə plus 21-dir. Və bərabərdir. 21-in üzərinə 6,5 gələndə 27,5 edir. Və 27,5 də bizim C variantına uyğun gəldi. Dostlar, testlə bağlı hər hansı suallarınız olarsa, yorumlarda yazın, tezcə cavablandıracağım. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.